Azərbaycan prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək qələbə paradına qatılmayacaq. APA Azərbaycan liderinin Moskva səfərini ləğv etməsinə təsir göstərən bəzi amilləri öyrənə bilib. Qeyd edək ki, Azalın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmayıb. Eləcə də bu hadisədə günahı olanlar tapılaraq məsuliyyətə cəlb olunmayıb. Eyni zamanda bir müddət əvvəl Azərbaycanın bir sıra media resurslarına kiber hücumların Rusiyadan edildiyi təsdiqini tapıb. Moskva bu məsələyə də aydınlıq gətirməyib. Bundan başqa bir neçə gün əvvəl Azərbaycan parlamentinin üzvü Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulub. O, Moskvada aeroportda saxlanılaraq deportasiya edilib. Rusiya tərəfi isə məsələ ilə bağlı əsaslandırılmış hər hansı açıqlama verməyib. Bütün bu amillərin Azərbaycan prezidentinin Moskva səfərinin təxirə salınmasına təsir göstərdiyi bildirilir.